Salam, hər vaxtınız xeyir olsun. Bugün sizə DİM-in 2025 nəşri olan ikinci hissənin biokimyanın izahını verəcəm. Demək, gəlin başlayaq sualların izahına. Birinci sual, hidor sözünün Yunan dilindən tərcüməsi hidor su, maye deməkdir. İkinci, filio sözünün Yunan dilindən tərcüməsi sevirəm. 3. Phobos sözünün Yunan dilindən tərcüməsi qorxu, nifrət deməkdir. Zülalın monomeri. Zülalın monomeri amin turşularıdır. Amin turşularından təşkil olunmuşdur zülal. 6. sualla baxaq. Monosakharidlərdən təşkil olunmuşdur. Burada təşkil olunmayıb. Süd şəkəri monosakhariddir, karbohidratlara aiddir. Sonra selüloza polisakhariddir. Glikogen polisakhariddir. Nişasta polisakhariddir. Lakin hemoglobin monosakharid deyil. Təşkil olunmayıb monosakharidlərdən. Hemoglobin zulaldır. 7. Nukleotidlərin DNT molekulunun bir zəncirində birləşməsi hansı rabitənin hesabına baş verir? Deməli, DNT 2 zəncirlidir. Bunlar arasında olan rabitələr 2 qat və 3 qat rabitələr idi ki, hidrogen rabitələri adlanırdı. Lakin nukleotidlərin zəncirdə birləşməsi kovalent rabitə hesabına baş verir. Aşağıdakı amin turşularının hansının tərkibində kükürt atomu var? Kükürt atomu sisteinin tərkibində var. Yalnız 2 D variantı. 9. sual. Ribosomun translyasiya baş verən hissəsində eyni zamanda neçə nukleotid yerləşir? Ribosom özü 2 hissədən ibarətdir. Böyük və kiçik hissəcikdən. Bunun funksional mərkəzinə, burada fəal mərkəzində 6 nukleotid, 2 triplet. Çünki nukleotidlər 3-3 birləşir. 2 triplet yerləşə bilir. Sizdən nukleotid soruşduğuna görə cavabımız 6. Digər sualda isə funksional mərkəzində eyni vaxtda neçə triplet yerləşə bilər? İndi qeyd etdiyim kimi 2 triplet yerləşir və 6 nukleotiddir 2 triplet. 11. sual. Hüceyrənin müxtəlif funksiyalar yerinə yetirməsi üçün bilavasitə enerji mənbəyidir. Hüceyrənin enerji mənbəyi ATF-dir, adenozin trifosfat turşusu. 12. sual. Tərkibi karbon, hidrogen və oksigenden ibarət olan əsas enerji mənbəyi hesab edilən və 1 qramının tam parçalanması zamanı 17,6 kilojul enerji ayrılan üzvü maddə bu karbohidratlardır. Çünki bizə 17,6 kilojul enerjini verib. Tərkibi əsasən həm yağların, həm karbohidratların tərkibi karbon, hidrogen, oksigenden ibarətdir. Lakin enerji 17,6 kilojul karbohidratların parçalanmasından alınır 1 qram karbohidratın. 13. suala baxaq. Üçüncü sualda deyir ki, zülalların dönər denaturasiya zamanı hansı rabitələr saxlanılır? Zülalların dönər denaturasiya zamanı peptid rabitələr saxlanılır, digər rabitələr isə qırılır. 14. ATF sintetazanın monomeri nədir? ATF sintetaza bir fermentdir və fermentlər amin turşularından təşkil olunub. Buna görə monomeri amin turşusudur. 15. Göstərilən maddələrdən hansı zülaldır? Xolesterin deyil, çünki bu lipiddir. ATF deyil, zülal. Glikogen karbohidratdır. Dezoksiriboza nukleotid karbohidratdır. ATF sintetazdır, çünki bu bir fermentdir. Ona görə zülalların aiddir. DNT-nin molekulunda adeninin nukleotidi miqdarı 20% təşkil edir. Qalan nukleotidlərin faizlə miqdarı. Adenin əgər 20%-dirsə, timin də 20% olacaq. Burada timin də 20%-dir. Guanin
O zaman 100%-dən timin və adeninin faizini çıxırıq. Bu da 20%-dir. Bunlar birlikdə toplam cəmi 40% edir. 100-dən 40%-i çıxırıq, qalır yerdə 60%. 60-ı da guanin və sitozin arasında bərabər bölürük. Ona görə 30% guanin olur, 30% da sitozinin payına düşür. Burada timin 20, sitozin və guanin 30% olan D variantıdır. Sonra 17-ci suala baxaq. 372 nukleotiddən ibarət olan DNT molekulunda 86 adenin nukleotidi var. Deməli, əgər 86 adenin nukleotidi varsa, adeninin qarşısında komplementarlıq prinsipinə əsasən timin dayanır. Və timinin də sayı o zaman 86 edir. Ümumi nukleotidimizin sayı 372-dir. Və biz buradan adeninlə timin cəmini çıxırıq. 86 timindirsə, 86 adenin nukleotidini toplayanda 172 eləyir. 372-dən 172-ni çıxırıq. Qalar yerdə 200 nukleotid guanin və sitozinin payına düşür. Bunun da 100-ü guanindir, 100 ədədi isə sitozinin payına düşür. İndi bizdən soruşur ki, azotlu əsaslı nukleotid vardır. Timin 86, guanin 100, sitozin 100. Cavabımız Y variantı. Digər suala baxaq. DNT molekulu 24.000 nukleotiddən təşkil olunur. Deməli, nukleotidin sayı 24.000-dir. Nukleotidlərin ümumi sayının 8.000-i timinli nukleotidin payına düşüb. Deməli, 8.000 timinimiz varsa, adeninin də sayı ona bərabərdir. 8.000 də adenin var. Bizdən sitozinin sayını istəyir. Nukleotidlərin cəmi, yəni bütün nukleotidlərin cəmi bizə 24.000 verib. Biz 24.000-dən çıxacaq adenin və timinin cəmini. Bunların cəmi eləyir 16.000. 16.000-i çıxanda 24.000-dən yerdə qalır 8.000 nukleotid. Və bu 8.000 nukleotidin 4.000 nukleotidi sitozinin payına düşür, 4.000 nukleotid isə guaninin payına düşür. Bizdən sitozini soruşduğuna görə cavab B variantı. Sonra 19-cu suala baxaq. Polimer birləşmələri müəyyən edin. Nukleotidlər, ATF, gliserin, lipidlər. Lipidlər biopolimer deyirlər. Zülal, nukleotid, glikogen, süd turşusu, sonra süd turşusu monomerdir. Zülal, glikogen, selüloza və DNT. Baxın, C variantındakı zülalların monomeri amin turşulardır. Glikogenin monomerlərdən təşkil olunur özü, çünki polimerdir. Selüloza da polimerdir. DNT-də də bir neçə nukleotidlər var. Ona görə bu polimer birləşmədir. 20-ci sual. Nukleotidin tərkibinə daxildir. Nukleotid özü 3 hissədən ibarətdir. Azot əsasından, karbohidratdan və fosfat turşusu qalığından ibarətdir. İndi baxaq görək, azotlu əsas, karbohidrat və orta fosfat turşusu qalığı. Cavab B variantı. 21-ci sual. DNT molekulundakı pentozanın sayı bu molekuldakı hansı birləşmənin sayına bərabərdir? Yəni, karbohidratının sayını soruşur pentozanın. Hər zaman pentozanın sayı bərabərdir orta fosfat turşusunun sayına. Burada da cavabımız D variantı. 22-ci sual. Nukleotidlərin DNT və RNT-yə aid olmasını müəyyən etmək olar. Bunların azotlu əsasları eyni ola bilər. Karbohidratları fərqli olur. Ona görə ya karbohidratlarına görə biz bunları fərqləndiririk. İndi baxaq cavab. Orta fosfat turşularının sayına görə. Xeyr, buna görə fərqləndirə bilmərik. Orta fosfat turşusunun quruluşuna görə bu da deyil. Karbohidratlarının quruluşuna görə bəli, birində dezoksiribozadır, birində isə ribozadır. Ona görə fərqləndirmək olar. 23-cü. Hansı mülahizə yanlışdır? RNT-nin monomeri nukleotiddir. Doğrudur. DNT-nin monomeri nukleotiddir. Bu da doğru fikirdir. Hər bir nukleotidin tərkibində karbohidrat olur. Bəli, çünki hər bir nukleotid dedim ki, 3 hissədən ibarətdir. Azot əsası, karbohidrat və orta fosfat turşusundan. Deyir ki, hər bir nukleotid 4 azotlu əsasdan təşkil olunub.
hər bir nukleotid 4 azotlu əsasən. Xeyr, bu yanlış ifadədir. Hər bir nukleotiddə 1 azotlu əsas olur, 1 karbohidrat və 1 də ədəd də orta fosfat turşusu qalıq olur. 24-cü sual. Nuklein turşusunun bir molekulunda ola bilər. Dezoksiriboza və urasil ola bilməz. Çünki dezoksiriboza DNT-nin tərkibinə daxildir, nukleotidinin tərkibinə. Urasil isə RNT-nin. Riboza və timin, bunlar da birlikdə ola bilməz. Riboza və urasil, bəli, bunlar RNT-nin nukleotidləridir. Biri nukleotididir, digəri isə karbohidratıdır. Latın mənşəli nukleoz sözünün mənası nüvə deməkdir. 26-cı sual. Biokimya elmi canlıların kimyəvi tərkibini və onlarda baş verən kimyəvi prosesləri öyrənir. 27-ci sual. İki fərqli zülal üçün verilənlərdən hansı mütləq fərqlidir? Peptid rabitələrin sayı. Bunlar fərqli də ola bilər, eyni də ola bilər. Ona görə biz mütləq bunun fərqli olduğunu deyə bilmərik. Sonra ikinci, amin turşularının növ sayı. Eyni də ola bilər, fərqli də ola bilər. Amin turşularının sayı. Bu da deyə bilmərik. Amma amin turşularının ardıcıllığı mütləq fərqli olacaq. Çünki eyni olsa, onsuz da eyni amin turşu növü olacaq, zülal molekulu olacaq. Ona görə amin turşularının ardıcıllığında fərq yaranmalıdır. 28. Hansı karbohidratlar eyni bir canlıda ola bilməz? Xitin və glikogen ola bilər. Çünki xitin mollyuskaların tərkibinin, buğmayaqılların xarici skeletində var. Ona görə bunlar ola bilər. 28-ci sualda selluloza və glikogen isə ola bilməz. Çünki selluloza bitkilərin tərkib hissəsində olur. Glikogen isə heyvanların. Ona görə B variantı. 29-cu suala baxaq. Monosaxarid, disaxarid və bizə polisaxarid verir. Bunların üçü üçün ortaq cəhəti müəyyən etməliyik biz. Deməli, bioloji katalizatorlardır. Xeyr, çünki karbohidratlar katalizator deyil. Polimerdirlər. Monosaxarid polimer deyil. Amma disaxaridlə polisaxaridlər, bunlarda monomerlərin sayı artır. Suda həll olurlar. Monosaxaridlər həll olur, amma getdikcə polimerin sayı artdıqca, kütlə artdıqca bunlarda suda həll olma qabiliyyəti zəifləyir. Şirin dada malikdirlər. Xeyr, monosaxaridlər bəli, şirin dada malikdirlər. Ancaq disaxaridlərdə də şirin dad var. Lakin polisaxaridlərdə artıq şirin dad bitir. Suda həll olma qabiliyyəti azalır. Ancaq hər birinin karbohidratın tərkib hissəsində karbon, hidrogen və oksigen elementlərindən ibarət olur. Ona görə də cavabımız Y variantı. 30-cu sual. Canlı orqanizmlərin hüceyrələrində ən çox rast gəlinən makroelementlər hansılardır? Bu karbondur, oksigendir, hidrogen və azotdur. Cavabımız, bir dəqiqə variantlara baxaq. Oksigen, karbon, hidrogen, azot. C variantı. Sonra 31. Lipidlər canlı orqanizmlərdə hansı funksiyanı yerinə yetirir? Nəqliyyat yerinə yetirmir, katalitik funksiya yerinə yetirmir, fermentasiv yetirmir, hərəkət yetirmir, ancaq enerji funksiyası yerinə yetirir. Bu digər variantlarda olan funksiyalar isə zülalların funksiyasıdır. 32. Lizosim molekulunun monomerləri hansılardır? Lizosim bir fermentdir və fermentində monomeri amin turşulardır. 33-cü sual. Yeni yaranmış komplementar DNT zəncirində neçə timin nukleotidi var? Gəlin zənciri quraq. Timinin qarşısında adenin dayanacaq, sitozinin qarşısında guanin, guaninin qarşısında sitozin, timinin qarşısında adenin, adeninin qarşısında timin, guanin, timin, sitozin, adenin və guanin. İndi bizdən deyir ki, neçə timin nukleotidi var? Timin nukleotidi ikinci zəncirdə 1, 2, 3. 3 dənə timin nukleotidi var. 34-cü sual. Zülalın hansı struktur səviyyəsinin formalaşmasında hidrogen rabitələri iştirak edir? İkincili quruluşun formalaşmasında hidrogen rabitələri iştirak edir. Birinci quruluşda peptid rabitələr, üçüncüdə disulfid rabitələri, dördüncüdə isə ion rabitələri olur.
35-ci sual. Karbohidratlar canlı orqanizmlərdə hansı funksiyanı yerinə yetirir? Burada enerji funksiyasına, çünki digərləri zulalın funksiyasına aiddir. D variantı. 36-cı sual. Plazmidlərin monomerləri nələrdir? Plazmidlər bakteriyalarda olur, DNT-dən kənar olan genlərdir. Bunların da tərkibi monomerləri nukleotidlərdir. Ona görə cavabımız A. 37-ci sual. Zulalın hansı struktur səviyyəsinin formalaşmasında hidrofob rabitələri iştirak edir? Bu disulfid rabitəsi olan üçüncülü quruluşda olur. 37-ci sualın cavabı B. 38. Yalnız prokaryotlarda rast gəlinən reduplikasiya xüsusiyyətinə malikdir. Yalnız prokaryotlarda plazmidə rast gəlinir, digərləri isə ekaryotlarda da rast gəlinir. 39-cu sual. Bitkilərdə hansı kimyəvi elementin çatışmaması xlorofilin sintezini pozar? Xlorofilin tərkib hissəsində maqnezium elementi olur. Buna görə cavabımız var. 40-cı sual. Polisaxaridlərin suda həll olma qabiliyyəti azalır. Molekul kütlələri azaldıqca, xeyr, artdıqca, monomer halqaların sayı artanda, bəli, bu doğru fikirdir. Çünki monomerlərin sayı artdıqca polisaxaridlərdə, onlarda şirin dad qabiliyyəti itir və suda həll olma qabiliyyəti isə azalır. Polisaxaridlərin şirin dadı artır. Nə zaman artır? Monomer halqaların sayı azaldıqda. B variantı. 42-ci sual. Suda həll olur. A vitamini suda həll olunur. D vitamini suda həll olunur. Selüloza suda həll olunur. Ancaq glikoza monomerdir, süd şəkəri monomerdir və xorək duzu da suda həll olur. 2, 4 və 6. Cavabımız B variantı. Suda həll olunur. Selüloza həll olunur. Glikoza həll olur. Dezoksiriboza həll olur. Süd şəkəri həll olur. A vitamini bir də xolesterin həll olunur. 1, 4 və 5. Cavablara baxaq. 1, 5 və 6. 1, 5 və 6. C variantı. 44-cü sual. Həm DNT, həm də ATFin sintezi gedə bilər. Biz elə bir orqanoid seçməliyik ki, onun daxilində ATFin də sintezi getsin və DNT olsun. Bunlar mitoxondri və xloroplastdır. Bizdə cavablarda mitoxondri var, onu qeyd edək. Digər sualda da eyni sualda həm DNT və həm də ATFin sintezi gedə bilər xloroplastlarda. Çünki xloroplastın daxilində özünün RNT-si, ribosomu və DNT-si var. Buna görə də onların daxilində həm zülal sintezi gedir, həm də ATFin sintezi gedir. 46-cı suala baxaq. Qeyri-üzvü və qeyri-üzvü aləmin kimyəvi tərkibi arasında fərqin müşahidə olunduğu səviyyə molekul səviyyəsindən başlayır. Bu sualın cavabı D variantı olacaq. Çünki atom səviyyəsində heç bir fərq olmur. 47-ci sual. DNT-nin bir zəncirindəki nukleotidlərin bir-biri ilə birləşməsi necə baş verir? DNT molekulunu çəkək, 2 zəncirlidir. Onların zəncirlərin bir-birinə birləşməsi hidrogen rabitələri hesabınadır. Amma zəncirdə olan nukleotidlərin bir-biri ilə birləşməsi, bu olur kovalent rabitə hesabına. Yanaşı yerləşmiş nukleotidlərin pentozalarının birləşməsi vasitəsilə. Xeyr. Bir nukleotidin azotu əsası ilə növbəti nukleotidin pentozasının birləşməsi ilə. Xeyr. Yanaşı yerləşmiş nukleotidlərin azotlu əsaslarının birləşməsi vasitəsilə. Bu da aid deyil, çünki o hidrogen rabitəsi ilə birləşir. 2 zəncirin birləşməsidir. Bir nukleotidin ortofosfat turşusu ilə növbəti nukleotidin azotlu əsaslarının birləşməsi. Xeyr, azotlu əsas birləşmir. Bir nukleotidin karbohidratı ilə digər nukleotidin ortofosfat turşusu birləşir. Bir nukleotidin pentozası, yəni karbohidratı, növbəti nukleotidin ortofosfat turşusu ilə birləşməsi vasitəsilə yaranır. Bəli, bu doğru fikirdir. Sonra 48-ci suala baxaq.
DNT-nin tərkibinə daxil olan azotlu əsasların molekul ölçülərinin nisbəti haqqındakı hansı müddəa düzgündür? Adeninin ölçüsü guanindən böyükdür. Xeyr, bunların ikisinin də ölçüsü bir-birinə bərabərdir. B variantı. Adeninin ölçüsü timinə bərabərdir. Adeninin sayı timinə bərabərdir molekulda, amma ölçüsü bərabər deyil. Timinin ölçüsü sitozinə bərabərdir. Bəli, bu doğru ifadədir. Timinin ölçüsü sitozinə, guaninin ölçüsü isə adeninin ölçüsünə bərabərdir. Buna görə C variantı doğrudur. 49. Nuklein turşularında neçə növ azotlu əsas mövcuddur? 5 növ azot əsası var, 8 növ nukleotit. Ona görə cavabımız 5. 50-ci suala baxaq. Polipeptid, polisaharid, triplet, polinukleotit. Verilmiş ardıcılığa uyğun gələn maddələri sıralayın. Baxaq, miozin. Miozin zulaldır. Düzdür, polipeptiddir, çünki amin turşularından təşkil olunub. Nişasta polimerdir. Karbohidratlı polisahariddir. AGS, bu tripletdir. Doğrudur. Polinukleotit, RNT polinukleotitdir. Cavabımız A variantı. 51-ci sual. Hüceyrənin hansı organoidində bir amin turşusunun karboksil qrupu ilə digər amin qrupu arasında əlaqə yaranır? Yəni, bu deməkdir ki, zülalın sintezi gedər. Və zülalın sintezini də ribosom həyata keçirir. Ona görə amin turşuları arasında rabitənin yaranmasında ribosom da gedir. 52-ci sual. DNT molekulundakı adenin və sitozin nukleotidlərinin cəmi nukleotidlərinin ümumi sayının neçə faizini təşkil edir? Adeninin sayı bərabərdir timininin sayına. Sitozinin də sayı guaninin sayına bərabərdir. İndi bizdən adenin və sitozin nukleotidlərinin cəmini soruşur. Cəmini soruşduğuna görə bunların cəmi 50% eləyəcək. Çünki digərlərinin də cəmi 50% olmalıdır ki, komplementarlıq prinsipinə görə sayıları bərabər paylansın. Onda digərlərində faiz 50% edəcək. 53-cü sual. DNT molekulunda hansı nukleotidlərin sayılarının cəmi onlar arasındakı hidrogen rabitələrinin sayına bərabərdir? Adenin və timin arasında 2 qat rabitə var. Guanin və sitozin arasında 3 qat rabitə var. Əgər biz guaninin sayını götürüb 3-ə vursaq, o zaman nukleotidin sayının uyğun gəlməz. Amma adenin və timinin sayı arasında 2 qat rabitə olduğuna görə bunların sayının cəmi bunlar arasında olan hidrogen rabitəsinin cəminə bərabərdir. Cavabımız D variantı. 54-cü suala baxaq. 800 nukleotiddən qurulmuş bir DNT molekulunda buradan qeyd edək. N bərabərdir 800-ə. 300 adenin nukleotidi varsa, deməli 300 adenin varsa, bunun qarşısında mütləq 300 dənə də timin var. Onda bu DNT molekulunda sitozin və timin nukleotidlərin cəmi neçə olar? Sitozin bərabərdir 800-dən çıxacaq ümumi sayından nukleotidlərin. Adeninlə timinin cəmini böləcək 2-yə. Adeninlə timinin cəmi eləyir 600. 2-yə niyə böldük? Çünki həmin bu nukleotidlərin 800-dən 600-ü çıxanda 200 edir. 200 nukleotid sitozin və guaninin payına düşür. Yarısı guaninin, yarısı sitozinin. Buna görə 100 sitozin nukleotidi var, 100 dənə də guanin nukleotidi var. İndi bizdən sitozin və timinin cəmini soruşduğuna görə 100-ün üzərinə 300 gəldikdə cavabımız 400 eləyəcək. Bir ATF və bir ADF molekuluna neçə makroergik rabitə var? ATF molekulunda 2 makroergik rabitə var, ADF-də isə 1. 2-nin üzərinə 1, cavabımız 3. 56-cı sualda baxaq. 200 qram yağın oksidləşməsindən əmələ gələn suyun miqdarını müəyyən edin. 1 qram yağ oksidləşəndə 1,1 qram su ayrılır. 200 qram yağın oksidləşməsindən x qram. X bərabərdir 200-ü 1,1-ə vuranda cavabımız eləyəcək 220 qram. Y variantı. 57-ci sual. 250 qram zülalın parçalanması zamanı ayrılan enerjinin miqdarını müəyyən edin. 1 qram zülalın parçalanmasından 17,6 kilojul enerji ayrılır.
250 qram zülallı x. X bərabərdir 250 vurulsun 17,6. Buradan da sıfırları atsaq 25 vurulsun 176'ya. Cevap 25'i 176'ya vuranda edəcək 4400 kilojoule. Cevabımız Y variantı. 58-ci sual. DNT molekulunun hər bir zəncirinin müəyyən sahəsinə nukleotidlər ardıcıllığı ilə yerləşərsə, digər zəncirdə nukleotidlərin yerləşmə ardıcıllığı necə olar? Adeninin qarşısında timin, timinin qarşısında adenin, sitozin, guanin, guanin, adenin, adenin və sitozin. Baxaq. Yaz. 2, Y variantı. 59-cu sual. Göstərilən sıralardan hansı düzgündür? Yalnız DNT-də rast gəlinir. Timin rast gəlinə bilər. Doğrudur. Timin. Yalnız RNT-də rast gəlinir. Urasil, ortofosfat turşusu hər ikisində var. Həm DNT-də, həm RNT-də rast gəlinir. Ortofosfat turşusu. Cavabımız A variantı. 60-cı sual. DNT molekulunun iki zəncirindəki hansı azotlu əsasların arasında 3 rabitə yaranır və bu rabitələr necə adlanır? Guanin və sitozin arasında yaranır və hidrogen rabitələri adlanır. 61-ci sualda. İnterfaza zamanı hüceyrədə sintez olduğu yeri heç vaxt tərk etmir. DNT. Çünki DNT nüvədə yerləşir və digər orqanoidlərində daxilində yerləşir, lakin olduğu yeri tərk etmir. 62. İnterfaza zamanı hüceyrədə sintez olduqları strukturları tərk edə bilir. mRNT, nRNT və rRNT. RNT-nin növləri strukturuna yerini dəyişə bilir. Ona görə cavabımız A variantı. 63-cü suala baxaq. Deyir ki, DNT molekulunda sayca miqdarı 880 olan guaninli nukleotid deməli 880 guaninli nukleotid 22% təşkil edir. Deməli, bu nukleotidin 880-də sitozin nukleotidi var. Bu da 22%-dir. Digərlərinin bizdən sayını hesablamağı istəyir. Əgər bunu 100% nukleotidləri 100% ilə hesablasaq, 100%-dən çıxacaq biz 22 üstəgəl 22, 44%. Buradan tapacaq 56% nukleotid adenin və timinin payına düşüb. Bunun da 28% adenin olacaq, 28% timin olacaq. İndi gəlin baxaq. 22% guanin olacaq, 22% sitozin, 28% adenin və 28% timin. Cavabımız C variantı. 64-cü sual. DNT molekulunda 2000 guanin və 1000 adenin varsa, həmin molekulda neçə nukleotid və neçə hidrogen rabitəsi var? Deməli, nukleotidlərin sayını toplayın. 2000 guanin varsa 2000 sitozin var. Bunların sayı eləyir 4000. Sitozindən guaninin sayıdır. 1000 adenindirsə 1000 ədəddə timindir. 2000-də adenin və timinin sayıdır. Toplayanda 4000 üzərinə 2000 bərabərdir 6000 nukleotid var. Nukleotid 6000. Sonra neçə hidrogen rabitəsi var? Hidrogen rabitəsini biz tapanda iki cür düstur var idi. 2A üstəgəl 3Q və yaxud hidrogen rabitəsi bərabərdir nukleotidlərin sayının üzərinə guanin və yaxud sitozinin sayını gəlirik. Nukleotidin sayı 6000-dir və bizdən də sitozinin də sayı, guaninin də sayı 2000-dir. Burada qeyd olunur 2000. 6000-in üzərinə 2000-də gəldik. Elədi 8000.
Cavabımız C variantı. 65-ci suala baxaq. DNT molekulunda 24.000 orta fosfat turşusu qalığı var. Deməli 24.000-də nukleotit var. Çünki orta fosfat turşusu qalığı karbohidratın sayı nukleotidin sayına bərabərdir. 24.000-də dezoksiriboza var. Yəni burada bizə sayını verib nukleotidin. 8.000 timin varsa bu molekulda nə qədər sitozin var? Əgər timin 8.000-dirsə, deməli adenin də 8.000-dir. Ümumi nukleotidin sayının 24.000-dən 16.000-i çıxacaq. 16.000, yəni adeninlə timinin cəmini çıxacaq. Qalacaq yerdə 8.000 nukleotid. 8.000-in də yarısı sitozindir, yarısı guanin. Ona görə 4.000 sitozin nukleotidi var bu molekulda. 42-ci suala baxaq. Deyir, 42.000 nukleotiddən ibarət DNT molekulunun nukleotidlərin sayıca 7-də 2-si adeninli nukleotiddir. Buradan həllini yazıraq. 42.000 vururuq 7-də 2-yə. Bunlar ixtisar gedir, 6.000 vurulsun 2-dən, cavab tapırıq 12.000. Deməli, 12.000 adenin var. Qarşısına yazıram. Deməli, timin də 12.000-dir. Və deyir ki, bu DNT-də guaninin miqdarını hesablayın. Bizim ümumi nukleotidimiz 42.000 deyil. 42.000-dən çıxıram adenin və timinin cəmini. Yəni, bunların cəmi eləyir 24.000. Cavabımız edir 42.000-dən 24.000 çıxanda 18.000. 18.000-in də yarısı guaninin payına düşür, yarısı da sitozinin payına düşür. Ona görə 18.000-i də 2-yə böləndə 9.000 guanindir və yaxud sitozindir. Bizdən guaninin sayını soruşurdu. Cavabımız 66-da B variantı. 67-ci sual. 1000 nukleotiddən təşkil olunmuş DNT molekulunun sintezi zamanı neçə molekul su əmələ gəlir? DNT molekulu 2 zəncirlidir. Və bu iki zəncirli olduğuna görə burada nə qədər nukleotid varsa, tutaq ki 50 nukleotid bura düşür, 1000-dir, 500. 500 nukleotid də bu digər zəncirdədir. 500 nukleotidin sintezi zamanı 499, yəni en çıxılsın bir qədər su ayrılır. Digərində də 499. Ümumi suyu hesablayanda en çıxılsın 2 düsturundan hesablayırıq. Burada 1000-dən 2 çıxanda 998 molekul su ayrılır. Sonra 68-ci suala baxaq. Deyir ki, hidrofil maddələri müəyyən edin. Glikoza hidrofildir. Lipidlər suda həll olunur, hidrofobdur. Fruktoza həll olur, xolesterin həll olunur, yağ həll olunur, qələvilər həll olur, nişasta həll olunur, pentoza həll olur, xorək tozu həll olur. Cavabımız 1, 3, 6, 8, 9. Cavab Y variantı. 69-cu sual. ATF DNT-nin adenin nukleotiddən fərqlənir. ATF-in tərkibində bir adenin azot əsası var. Bir karbohidrat riboza, 3 dənə də orta fosfat turşusu qalığı var. DNT-nin adeninli nukleotidində isə karbohidratı dezoksiribozadır və orta fosfat turşusu bir ədəddir. Deməli, azotlu əsasın quruluşu və orta fosfat turşusu qalığının sayı ilə. Xeyr, azot əsası eynidir. Orta fosfat turşusu qalığının sayı və karbohidratın quruluşuna görə. Bəli, bu doğrudur. Çünki DNT-də dezoksiribozadır, ATF-də ribozadır karbohidratı. 70-ci sual. ATF RNT-nin adeninli nukleotidindən fərqlənir. Adeninli nukleotidindən orta fosfat turşusunun qalığının sayına görə fərqlənir. Cavabımız Y variantı. 71-ci. İşləyən əzələ hüceyrəsində hansının miqdarı tədricən azalır? ATF-in miqdarı azalır. 72-ci. DNT molekulunun hər hansı bir zəncirinin müəyyən sahəsində nukleotidlər ardıcıllığı ilə yerləşərsə, digər zəncirdə nukleotidlərin yerləşmə ardıcıllığı necə olar? Deməli, burada dayanacaq timin, adenin,
Sitozin, guanin, adenin, adenin və guanin. Baxaq. Cavab B variantı. 73-cü sual. En sayda triplet olan mRNA-də neçə nukleotid var? Bir tripletimiz 3 nukleotiddən təşkil olunub. En sayda triplet varsa 3 vurulsun en sayda, yəni 3 en sayda nukleotid var. En sayda nukleotid olan mRNA-də neçə triplet var? Deməli, 3 nukleotid bir tripletdir. En sayda nukleotid X triplet. Buradan belə tapırıq. X bərabərdir n vurulsun, yəni n birdə də tripletin sayı bölünsün 3. N bölünsün 3 də B variantı. 75-ci sual. RNT molekulunun hər hansı bir səbəbdən parçalanması nəticəsində aşağıda göstərilənlərdən hansı əmələ gəlməz? Dezoksiriboza. Çünki bu DNT molekulunun karbohidratıdır. RNT-də adenin də var, guanin də var, sitozin də var, urasil də var. Karbohidrat olaraq isə ribozadır. 76-cı sual. DNT molekulunun hər hansı bir səbəbdən parçalanması nəticəsində aşağıda göstərilənlərdən hansı əmələ gəlməz? Bu da həmin sualı oxşardır. B. Riboza. Yetmiş 7-ci sual. ATF, DNT və RNT molekullarında eyni olan aşağıdakılardan hansıdır? Adenin ola bilər, eyni. Karbohidratları fərqlidir. Bir də orta fosfat turşusu ola bilər. İndi baxaq. Adeninli azotlu əsaslarının quruluşu. Bəli, eynidir. 78. X-i müəyyən edin. Urasil varsa, urasil RNT-nin nukleotididir. Burada riboz olacaq. Sonra 79. X-i müəyyən edin. Timin DNT-nin nukleotididir. Ona görə dezoksiriboz olacaq karbohidratı. Səksəninci sual. Nuklein turşusu zəncirdə nukleotidlərin hansı ardıcıllığı ola bilməz? İndi baxaq burada, deməli, nuklein turşusun urasil, adenin, sitozin, guanin, bu ola bilər. Bu deyil. Sitozin, guanin, adenin, timin, adenin, bu da ola bilər. Sitozin, timin, bu da ola bilər. Bu ola bilməz. Niyə? Çünki timin DNT-nin nukleotididir. Urasil isə RNT-nin nukleotididir. Bunlar heç vaxt bir zəncirdə yerləşə bilməz. Ya timin olursa urasil olmayacaq, urasil varsa timin olmayacaq. Digərlərinə baxanda bunlar ya DNT, məsələn, urasilli bir nukleotid görürüksə, burada kodlar, bu RNT-də var. Timinli görürüksə, bu DNT-də var. Ancaq bunların ikisinin yanaşı gəlməsi mümkün deyil. Buna görə cavabımız deyil. İndi 81-ci suala baxırıq. Nuklein turşusu zəncirində nukleotidlərin hansı ardıcıllığı ola bilər? Biz elə bir zəncir götürməliyik ki, o zəncirdə urasil ilə timin olmamalıdır. Baxıq, birinci misalda bizə verilib həm urasil, həm timin bir zəncirdə var. Buna görə bu deyil. Urasil, timin yenə də zəncirində var. Sonra baxırıq. S, G, A, T, A, S, G, T. Amma burada görürsünüz, urasil yoxdur. Yalnız timindir və digər nukleotidlər. Ona görə bu mümkün ola bilər. Digərlərinə baxanda urasil və timin, urasil, timin. Buna görə bunlar deyil. C variantı isə uyğundur. 82-ci sual. Əgər ATF molekulunda 2 orta fosfat turşusu qalığı olsaydı, onda o hansı polimeri, monomeri ola bilərdi? 2 orta fosfat turşusu qalığı varsa, ayrılsaydı,
ayrılsaydı, onda bir ortofosfat turşusu qalığı olacaqdı və o zaman olacaqdı RNT-nin monomeri. Çünki həm adenin azot əsası, həm RNT ribozası, həm də karbohidratı bir ədəd olacaqdı ki, bu da RNT-nin nukleotidinin monomeridir. 83-cü sual. Əgər RNT-nin adeninli nukleotidinə 2 ortofosfat turşusu qalığı birləşsəydi, bu nukleotid nəyə çevrilərdi? Bu, indiki sualın əksidir. Əgər 2 ortofosfat turşusu birləşsəydi, o zaman ATF çevrilərdi. 84-cü sualda. Hansı azotlu əsasların molekul kütlələri cəmi digərlərinin cəmindən daha çoxdur? Sitozin və adenin. Xeyr, sitozinin kütləsi timinin kütləsinə, urasilin kütləsinə bərabərdir. Adeninki də guaninin. Bu deyil. Guanin və sitozin digərlərindən çox deyil. Adenin və guanin, bəli, bu digərlərindən kütləcə və ölçücə böyükdür. 85-ci sual. DNT molekulunda hansı azotlu əsasların molekul kütlələri cəmi digərlərinin cəmindən daha azdır? Cəmindən daha az olan burada sitozinlə timinə baxmalıyıq. Biz sitozin və timində bir variantında verib. 86-cı sualda. Nə üçün DNT molekulundakı pentozaların sayı guaninli nukleotidin sayından çox olur? Düşünün ki, 2 zəncirdir. Burada guanindir, burada sitozin, adenin, timin və yaxud yenə adenin, timin. İndi bunların hər birinin bir pentozası var. Burada mən 6 nukleotidli bir zəncirlər çəkdim, molekul. Bunun da pentozası var, bunun da 6 pentoza var. Amma 6 pentoz olmasına baxmayaraq, burada bir dənə guanin nukleotidi var. Ona görə də biz guanin nukleotidinin sayını pentozanın sayına bərabər eləyə bilmərik. Amma ortofosfat turşusunun sayını pentozanın sayını bərabər eləyirik molekulda. İndi bizə deyir ki, nukleotidin sayından çox olur. Pentozanın sayı nə üçün? DNT molekulunda pentozanın sayı guaninli nukleotidin sayından çox olur. Çünki hər bir azotlu əsas növündə pentozaya rast gəlindiyi üçün 86-cı sualdan hər bir nukleotiddə 4 azotlu əsas növü olduğu üçün, bir nukleotiddə 4 azotlu əsas yoxdur. C. DNT molekulu 2 zəncirli olduğu üçün, xeyr. Bütün nukleotidlər pentozaya malik olduğu üçün, bəli. Bizdən nə üçün DNT molekulunda pentozanın sayı guaninli nukleotidin sayından çox olur. Guanin nukleotidində pentoza rast gəlinmədiyi üçün, xeyr, bu da yanlış fikirdir. Hər bir azotlu əsas növündə pentozaya rast gəlindiyi üçün, hər bir azotlu əsasın, xeyr, bu ifadədə azotlu əsas deyir burada. Hər bir nukleotidin növündə pentoza rast gəlindiyi üçün, diqqətli fikir verməmişəm bu hissəyə, bir dəqiqə. Silim. Suala bir də baxın. Hər bir azotlu əsas növündə pentozaya rast gəlindiyi üçün, xeyr, azotlu əsas deyir, amma nukleotiddə pentozaya rast gəlinir. Bu yanlış ifadədir. Bir nukleotiddə 4 azotlu əsas növü olduğu üçün, bir nukleotiddə 1 azotlu əsas olur. DNT molekulu 2 zəncirli olduğu üçün, xeyr, bütün nukleotidlər pentozaya malikdir. Bəli, bu ifadə doğrudur. Çünki bütün nukleotidlərin, dedim ki, burada pentozası var. Ona görə cavabımız D variantı. 87-ci sual. DNT-nin bir zəncirinin sintezi zamanı 142 molekul su ayrılıb. Bu DNT molekulu neçə nukleotiddən ibarətdir? DNT molekulu 2 zəncirlidir və hər bir zəncirin sintezi zamanı ən çıxılsın bir molekul su ayrılır. Deməli, 142 molekul burada su ayrılıbsa, 143 nukleotid burada var, 143 nukleotid burada. Bizə nukleotidin cəmini soruşur. Cəmi də 286 eləyir. B variantı. DNT molekulu 328 nukleotiddən təşkil olunub. Onun bir zəncirinin sintez zamanı neçə molekul su ayrılar? Deməli, 328-i bölürük 2-yə. Eləyir
164. Hər zəncirdə 164 nukleotit var və bir ədəd əksik su molekulu ayrıldığına görə 163 bir zəncirdən su ayrılıb. Bizdən bir zənciri soruşur, 163. 89-cu sualda. ATF molekulunda H3PO4 qalıqlarının sayı ilə makroergik rabitələrin sayını M ilə ifadə etsək, N bölünsün M nisbətini necə söyləmək olar? ATF molekulunda 3 ortofosfat turşusu qalığı var, yəni 3 bölünsün. Makroergik rabitənin sayı da 2 ədəddir. 3 bölünsün 2. Cavabımız D variantı. 90. ADF molekulunda ortofosfat turşusu qalıqlarının sayı. Ortofosfat turşusu qalıqlarının sayı 2-dir. Makroergik rabitənin sayısı 1-dir. 2 bölünsün 1. Cavabımız Y variantı. 91-ci sual. 2 qat hidrogen rabitələrin sayının 3 qat hidrogen rabitələrinin sayına bərabər olduğu bir DNT molekulu üçün verilən qrafiklərdən hansı doğrudur? Adenin və timin arasında 2 qat rabitə olur. Guanin və sitozin arasında 3 qat hidrogen rabitə olur. Və deyir ki, bizə hidrogen rabitələrinin sayını demir. Qat olaraq deyil, 2 qat. Baxın, burada 1-dən 2 qat rabitə var. Burada 1 ədəd 3 qat rabitə var. İndi bizə deyir ki, 2 qat rabitənin sayı 3 qat hidrogen rabitəsinin sayına bərabərdir. Bu deməkdir ki, həmin molekulda adeninin sayı timinin sayına bərabərdir. Və onların da sayı bərabərdir guanin və sitozinə. Yəni, buradakı nukleotidlərin hər biri bir-birinə bərabərdir. Və burada pentozanın ortofosfat turşusu qalığı. Amma bunların hər birinin ortofosfat turşusu qalığı ilə pentozası olduğuna görə pentoza ilə ortofosfat turşusu qalığı çox olacaq. Buradakı qrafiklərə baxanda B uyğun gəlmir. Çünki ortofosfat turşusu ilə pentoza düzgün deyil burada. Amma A variantına fikir versək görürük ki, 4 nukleotidin 4-ünün də sayı bərabərdir. Ortofosfat turşusu ilə pentozanın sayı yüksəkdir. Cavabımız A variantı. (92-ci suala baxaq. Bir molunun tam parçalanması zamanı daha çox enerji ayrılır. Glikoza, glikoza monomerdir. Metionin amin turşusu, bunun da kütləsi azdır, bu amin turşusunun. Yağ turşusu da monomerdir, süt turşusu da monomer deyil, üzr istəyirəm, yəni lipidlərdə monomer olmur, sadəcə kütləsi olaraq azdır. Amma hemoglobin mürəkkəb zülaldır, yəni 4 zəncirdən ibarətdir. Ona görə onun kütləsi də böyükdür və həmin onun parçalanmasından da daha çox enerji ayrılır. Ona görə cavabımız C, hemoglobin. 93-cü suala baxaq. Müəllim biologiya dərsində şagirdlərə xitinlə bağlı məlumat toplamağı və müzakirə etməyi tapşırır. Müzakirədən sonra şagirdlər gəldikləri nəticəni lövhədə qeyd edirlər. Xitin haqqında deməli. İndi bizdən yanlış olanlara deyir, soruşur. Mürəkkəb karbohidratlara aid olub suda həll olunur. Doğru fikirdir bu, yəni bizə yanlışı istəyir. Çünki xitin suda həll olunur. Ümumiyyətlə, mürəkkəb karbohidratlar suda həll olunur. Deməli, bunu biz çıxdıq. 2. Buğumayaqlılardan başqa göbələk hüceyrəsində də rast gəlinir. Bu da doğrudur. 3. Ağır metallar özünü adsorpsiya edir. Bu, xitinə aid deyil, pektinə aiddir. 4. Çoxlu monosaxariddən təşkil olunub. Bəli, çoxlu monosaxariddən təşkil olunub. 5. Şirin dada malikdir. Səhvdir, çünki polimerlərdə, yəni karbohidratlar, polisaxaridlərdə şirin dad itir. Cavabımız 3 və 5. C variantı. 94. Formulu göstərilən maddə haqqında hansı ifadə doğru deyil? Bu bir amin turşusudur. Amin qrupu, karboksil qrupu və radikal. Erin tərkibində karbon, hidrogen ilə yanaşı başqa elementlər də ola bilər. Doğrudur. Radikalda məsələn digər elementlər də ola bilər. Məsələn sisteində kükürt də var. Oksigen də ola bilər. Baxın radikala. B-də peptid rabitələrin yaranmasında iştirak edirlər. Bu da doğrudur. Sonra C variantına baxaq.
Bioloji katalizatorların monomeri ola bilər. Doğrudur. Sərbəst halda orta nisbi molekul kütləsi 128-dir. Doğrudur, çünki amin turşusunun sərbəst halda kütləsi 128 qramdır. Bütün canlı orqanizmlərdə rast gəlinən orqanoiddə sintez olunur. Bütün canlı orqanizmlərdə rast gəlinən orqanoiddə sintez olunur. Bütün rast gəlinir. Ribosomda amin turşusu sintez olunur. Y variantı. Zülal sintez olunur. Amin turşuları orqanizmimizdə sintez olunmur. 95-ci sual. Sınaq şüşəsinin hər birinə eyni miqdarda zülal həzmini həyata keçirən ferment əlavə edilmişdir. DNT, xromosom, hepatit C virusu və də xolesterin. Deməli, xromosomun tərkibində DNT və histon zülalları var. Deməli, bunda zülal var. İkincidə. Hepatit C-də də amin zülal kapsid örtüklərində virusların var. Bizə deyir ki, həzmini həyata keçirən ferment əlavə edilib zülalın hansı sınaq şüşəsində və ya şüşələrindən monomer maddələrə rast gəlinməz. 2 ilə 3-də rast gəlinər, ancaq 1 ilə 4-də rast gəlinməz. Çünki 1 ilə 4-də heç bir həzm prosesi getməz. Cavabımız C variantı. 96. Bir zəncirində X sayda nukleotid olan DNT molekulunda nukleotidlər arası kovalent rabitələrin sayını hansı ifadə ilə müəyyən etmək olar? DNT 2 zəncirlidir. Əgər burada X saydadırsa, burada da X saydadır. Deməli, 2X çıxılsın. 2 düsturu ilə hesablayırıq burada. Nukleotidlər arası kovalent rabitəni. Cavabımız A. 97-ci sualda. Bir zəncirində X sayda nukleotid olan DNT molekulunun ikiləşməsi zamanı əmələ gələn su molekullarının sayı eyni ilə su və kovalent rabitənin sayıda olduğu kimi 2N çıxılsın, 2 düsturu ilə hesablanır. Burada da N-in yerinə X verdiyinə görə 2X çıxılsın, 2. Cədvələ əsasən A, B, C və D-nin cəmini müəyyən edin. Deməli, molekulun adı DNT. Pentozasının sayı 250-dir. Azotlu əsas. Deməli, əgər karbohidratları 250-dirsə, o zaman azotlu əsası da 250 olacaq. Fosfat turşusu qalığında pentozanın sayına bərabərdir, 250 olacaq. RNT-də azotlu əsası 200 ədəddirsə, o zaman pentozası da 200 ədəddir. Fosfat turşusu qalığı da 200 ədəddir. İndi bizə bunların hamısının cəmini istəyir. 250 üzərinə 250, 500, üzərinə 400, eləyir 900. Cavabımız Y variantı. 99-cu sual. Qidamızda hansı amin turşusunun çatışmaması qanda hemoglobin miqdarının azalmasına səbəb olur? Bu histidindir. C variantı. 100-cü şəkildə, deməli, şəkildə DNT molekuluna aid nukleotid verilib. Bu nukleotidlə hidrogen rabitəsi yaradan və onunla eyni ölçüdə olan nukleotidlər hansılardır? DNT-dirsə, DNT-də ola bilər timin, adenindirsə, adeninin qarşısında olacaq timin. Bu düzgün deyil quruluş olaraq, ancaq B düzgündür. Deməli, 1-ə aiddir B. İkinci, onunla eyni ölçüdə olan nukleotidlər hansıdır? Adeninlə eyni ölçüdə olan guanin nukleotididir. Guanin nukleotidi də bizə Y-də verilib. İkinci də Y. 1B, 2Y. Cavabımız Y variantı.